Assalamualaikum. Hər bir kəsi salamlayıram. Yeni bir gündən, yeni bir hadisədən. Deməli, bu gün sizə başımıza gələn kiçik və maraqlı bir fakt haqqında danışacağam. Bizim bir meydançamız var. Hətta belə göstərim sizə. Baxın, bizim bir meydançamız var. Bu meydançada biz futbol oynuyorduk. İndi bu hardasa bir keçən həftənin zaten söhbətidir. Bu meydançanın günləri var normalda, yəni qızlar bəzən oynayır, oğlanlar bəzən oynayır və s. və ilə. Bu et. Biz bir dəfə oynadığımız müddətdə meydançada çox adam var. Hardasa sizə deyim, 60 dənə oğlan yığılıb, orada oyuna baxırıq. Hətta mən oynuyordum, oyun içindəyim. Bir anlıq mühafizəçi gəldi, dedi ki, bəs artıq çıxmalısınız, çıxın. 60 dənə oğlan, 60'ı da çıxın. Yani sual verəsiniz ki, 60 oğlan niyə çıxdı? Çünki oyun yoxdur. Deməli, 5 dənə qız gəlib, 5-6 belə. 5-6 dənə qız gəlib, mühafizəçi deyib ki, biz voleybol oynamalıyıq və bunun üçün də meydançada oynamaq istəyirik. Gəldilər, sağ olsunlar, biz 60 oğlanı, 5 dənə, 6 dənə qızın hesabına çıxartdılar. Biz bunu öğrendikten sonra hamı belə oturup təsəvvür edin, 60 dənə olan zarafatsız azdır. Bura elə bil ailə kimi, hamımız həqiqətən ailə kimi, yaxınıq. Hər gün bir-birimizi görürsə yaxın olmazdı. Biz oğlanlarla oturup birbirimizə belə baxdıq. Bir 2 dəqiqə falan belə baxdıq. Uşaqların biri qayıtdı ki, Özdən 60 dənə oğlanın hörməti 5 dənə qızın hörməti